3 yaşlı Ayaza bu qırmızı Kamazı Prezident İlham Əliyev hədiyyə edib. Ayaz Kamaz istədi onlardan, qırmızı rəngdə Kamaz istədi. Prezident də əlindən tutdu, getdilər maşına mindirdilər, özləri mindirdilər maşına. Dedilər, bu maşını istəyirsən, yoxsa Kamaz istəyirsən? Bu da yenə deyir ki, yox, Kamaz. Şükür bugünkü günə Kamaz da gəldi. Prezident İlham Əliyev martın 17-si Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazla da söhbət edib. Səmimi dialoq zamanı azyaşlı ölkə başçısından Kamaz markalı yük avtomobili istədiyini bildirib. Bu yaxşıdır, yoxsa Kamaz yaxşıdır? Ha. Kamaz. Sən Kamaz göstər. Qısa müddət sonra Prezident Ayazın arzusunu yerinə yetirib. Dövlət başçısı Ayazın yaşadığı ünvana Kamaz markalı yük avtomobili göndərib. Şükür bugünkü günə mən prezidentlə görüşdük. Prezidentin bizə gəlməyi hamısı sürpriz oldu. Xanımının gəlməyi bizə o qədər sürpriz oldu ki, Ayaz maşın Kamaz istəməyi vəbşə heç mən bilmirdim. Bu Kamaz istədi onlardan. Kamaz da göndəriblər, şükür Allaha. Bəybala Qasımov doğma kəndindən 10 yaşından çıxaraq qaçqın düşüb. 34 il didərgin həyatı yaşayıb. 44 yaşında geri döndüyü Xanobada bərpa quruculuq işlərində çalışacağını bildirir. Aytən Fehruz Şamxal Adıgözəlov, Xəzər xəbər.